Vaxtınız xeyir uşaqlar. Bugün sizlərə kompleks ədədlər bölməsinin testlərini izah edəcəyim. Baxaq birinci suala. 3 üstəgəl i kökdə 5 vuraq 3 üstəgəl i kökdə 5. Bu bizə verir 3 üstəgəl i kökdə 5-in kvadratı. Muxtəsər vurma düsturuna görə açsam birincinin kvadratı. 2 vuraq birinci vur ikinci ifadə üstəgələ ikincinin kvadratı. O da bərabərdir. 9 üstəgəl 6 kökdə 5 i üstəgələk 5 i kvadratı. Çünki kökdə 5'in kvadratı 25, ona da 5 çıxır. Bildiyimiz kimi i kvadratının qiyməti -1'dir. Ona görə 6 kökdə 5 i 5'i vururam -1'i. O da -5 olur. 9'dan da 5 çıxanda qalır 4 plus 6 kökdə 5 i. Doğru cavab oldu B variantı. İkinci suala baxaq. Z bərabərdir 2 çıxaq 3 i. Ədədinə qoşma ədədi tapın. Qoşma olan. Qoşma deyəndə i'nin z-in üstündə xət kimi göstərir. O da olur 2 üstəgəl 3 i. 2 üstəgəl 3 i. Doğru cavab oldu B variantı. Uşaqlar, kompleks ədədin qoşması z bərabərdir a plus b i. Kompleks ədədin özüdür. Qoşma deyəndə a minus b i. i'nin işarəsi dəyişir. Yəni xəyali hissənin işarəsi dəyişir. Sonra baxaq üçüncüyə. Yenə z bərabərdir 2 plus 3 i. 2 plus 3 i. Qoşması dediyinə görə olur 2 minus 3 i. Dördüncü suala baxaq. 1 plus i. i kvadratın qiyməti bilirik ki -1'dir. i kubuda yazırıq i kvadratı vuraq i. O da oldu 1 üstəgəl i çıxaq 1. i kvadratı -1 olduğuna görə çıxaq i. Yəni bir dəfə yadımıza saxlaya bilərik ki i kubunun qiyməti -1'dir. İndi ilər islah oldu, birlər də islah oldu. Doğru cavab oldu 0 A variantı. 5-ci suala baxaq. 1 minus i plus i kvadratın yerinə yazdıq -i, -1. -1 minus i kubunu yerinə yazdıq -i. O da oldu 1 minus i minus 1 plus i. İlər islah oldu. Birlər də islah oldu. Doğru cavab oldu 0. 6-cı suala baxaq. Deməli z1'i verib i. z2 olub 2 plus i. z2 çıxaq 2 vur z1. z2'nin ifadənin qiyməti oldu 2 üstəgəl i. 2 vur z1'in də qiyməti oldu i. O da oldu 2 üstəgəl i çıxaq 2 i. 2 minus i. Sadələşdirdim. Cəbri şəkildə yazdım. 2 minus i C variantı. 7-ci suala baxaq. Z1 bərabərdir 0,3 çıxaq 0,3 i. Z2 bərabərdir 0,7 üstəgələk 0,7 i. Olarsa 2 vur z1, yəni 0,3 çıxaq 0,3 i z1'in yerinə yazıb əvəz etdik. Z2'nin də yerinə deməli 0,7 üstəgələk 0,7 i. Sadələşdirirəm. 0,6 çıxaq 0,6 i plus 0,7 üstəgələk 0,7 i. 0,6 ilə 0,7'nin cəmi 1,3. Bu da üstəgələk 0,1 i. İlərdə böyükdən kiçiyi çıxdım, sadələşdirdim, yazdı. 0 deməli doğru cavab oldu A variantı. 7'də A. Sonra 8-ci suala baxaq. 8-ci suala baxırsınız. Muxtəsər vurma düsturudur. A minus B'yi, A plus B'yi. Ona görə bu bizə verir 2'nin kvadratı çıxaq 5 i'nin kvadratı. 4 çıxaq 25 i kvadratı. i kvadratı -1 olduğuna görə 25'i -1'e vururam. O da olur 4 üstəgəl 25. Doğru cavab oldu 29 D variantı. 8-ci suala baxaq. 8'e baxdıq, 9'a baxaq. Deməli yenə eyni sualdır, oxşar sualdır. 5 üstəgəl 3 i 5 çıxaq 3 i. A kvadratı çıxaq B kvadratı üstünü verir. Onun açılışı məlum məsələdir ki A minus B'yi A plus B idi. O da olur 5'in kvadratı çıxaq 3 i'nin kvadratı. 25 çıxaq 9 i kvadratı. O da oldu 25 üstəgələk 9. Doğru cavab oldu 34 B variantı. 10-cu suala baxaq.
2 üstəgəl 3i olduğu kimi qalır. 1 üstəgələyə 1 çıxar, kvadratlar fərqi verir. 1'in kvadratı çıxaq, i'nin kvadratı. O da olur 2 üstəgəl 3i plus 1. i kvadratın qiyməti -1'dir. O da üstəgələ 1 olur. O da olur 3i üstəgəl 4. Yəni 4 plus 3i. D variantı. 11-ci suala baxaq. Müxtəsər vurma düsturuna yenə 1'in kvadratı çıxaq, i'nin kvadratı verir bizə ilk iki mötərizə. Bu mötərizələr çıxaq 2i. O da oldu 1 plus i kvadratın qiyməti 1'dir, minus 2i. O da bizə verdi 2 çıxaq 2i. B variantı 11-ci sual. 12'ye baxaq. 2 plus 3 ifadəsi olduğu kimi qalır. Digər iki mötərizəni bu hissəni vurub açıb sadələşdirəm. 4'ü vurduq 2'ye oldu 8. Üstəgəl 4i. Çıxaq 4i. Minus 2i kvadratı. O da oldu nə? 2'nin üstüne 8 geldik oldu 10. 4 i'lər islah oldu. Plus 3i. i kvadratı -1'dir. Müsbət 2 oldu. O da oldu 12 üstəgələk 3i. 12-ci sualda Y variantı. 13'e baxaq. Yenə 13 müxtəsər vurma düsturuna görə yenə a minus b'nin xaricinin kvadratına görə açıram. 1 çıxaq i'nin kvadratı plus 2 plus i. Birincinin kvadratı. Birinci, ikinci, iki misli. Üstəgəl ikincinin kvadratı. O da oldu nə? 1 çıxaq 2 i kvadratı -1 verdi. Plus 2 plus i. Birlər islah oldu. -2'nin üstüne i gəldi oldu -i plus 2. Yəni belə də yaza bilərik. 2 çıxaq i. A variantı 13. 14-cü suala baxaq. Müxtəsər vurma düsturudur. Yenə a kvadrat çıxaq b kvadratı düsturudur. O da bizə verir 3'ün kvadratı çıxaq i'nin kvadratı. 9 plus 1. Çünki i kvadratı -1'dir. Doğru cavab oldu 10. B variantı. 15-ci suala baxaq. 15-ci sualda Z1 ilə Z2'nin cəmini soruşur. Yəni 5 üstəgəl 3i ilə 1 çıxaq 2'nin cəmini tapırsam o da olur 6 plus i. B variantı. 16-cı sualda yenə bunların cəmini soruşur. Z1 ilə Z2'nin cəmini 2 üstəgəl 3 ilə 4 üstəgəl i'nin cəmini tapırsam o da olur 6 üstəgəl 4i. B variantı. 17-ci suala baxaq. Kompleks ədlərin hasilini tapın. Z1'i vururuq Z2'yə. Yəni 3 çıxaq 4i'nin 1 üstəgələ i'yə hasilini tapıram. O da vurub açırıq. 3 plus 3i minus 4i minus 4i kvadratı. Hər birinə bir vuram. O da oldu i kvadratın qiyməti -1'dir. Ona görə oldu 3 çıxaq i. Çünki 4i'dən 3'ü çıxanda i qaldı. Plus 4 i kvadratı -1'dir ona görə. O da 7 minus i. C variantı. 18-ci suala baxaq. Z1 ilə Z2'nin kompleks ədlərin hasilini soruşur. 1 üstəgələ i ilə 2 plus 3i'nin hasilini tapıram. O da vurub açanda olur 2 plus 3i üstəgəl 2i plus 3i kvadratı. i kvadratı -1'dir. Ona görə olur 2 plus 5i minus 3. O da -1 plus 5i. Deməli biz yazdıq 18'i. A variantı 18. 19-cu suala baxaq. Z1'in Z2'yə hasilini soruşur. 3 üstəgəl 2'də 1i 2 çıxaq 3'də 1i. O da bərabərdir. Vurub açanda olur 6 çıxaq 3'ü vurdum -3'də 1i'yə. Üstəgələ 2'də 1i'ni vurduq 2'yə. Üstəgələk 2'də 1i'ni vurduq -3'də 1i'yə. O da oldu 6. Bunlar ixtisar getdi oldu minus i. 2'lər getdi plus i. Bu da çıxaq 6'da 1i kvadratı. İlər islah oldu 6 plus 6'da 1. Çünki kvadratın qiyməti -1'dir. O da oldu 6'dan 6'da 1. Yəni 6'da 37. D variantı. 20-ci suala baxaq. 20-ci sual. Z1'in Z2'yə hasilini soruşur bizdən. 3 plus i'ni -4 plus 8i'yə vururam. O da olur yine -12 üstəgəl
24i çıxaq 4i üstə gəl 8i kvadratı. O da oldu mənfi 12 üstə gəl 20i minus 8. Mənfi 20 çünki kvadrat mənfi 1 daxı. Mənfi 20 üstə gəl 20i. Doğru cavab oldu Y variantı. 21'e baxaq. Z1 ilə Z2'nin fərqini soruşur. Yəni 7 çıxaq 2 ilə 13 çıxaq 13i'nin fərqini tapıram. O da olur 7 minus 2i minus 13 plus 13i. O da mənfi 6 plus 11i. 21'də A variantı. 22-ci suala baxaq. Yəni Z1 ilə Z2'nin fərqini soruşur. 3 plus 4i'dən çıxıram mənfi 4 plus 3i'ni. O da olur 3 plus 4i plus 4 qarşısı mənfi olanda mötərizənin işarə əksinə dəyişir. O da olur 7 plus i. Doğru cavab oldu A variantı. 23-cü suala baxaq. İ'nin üstə 41 üstə gələ i'nin kvadratı. Əgər qüvvət 4-dən böyükdürsə 4'ə bölüb qalan qalığı yazırıq. Bu bir qaydadır. O da oldu 10, qalıq qaldı 1. i'nin üstü 1 plus i kvadratın qiyməti mənfi 1'də də oldu i minus 1. Və yaxud da mənfi 1, i minus 1 elə var. Doğru cavab Y variantı. Sonra 24. Ümumiyyətlə yadınızda saxlayın uşaqlar. Qüvvət böyük ədəd olanda 4'ə bölün qalan qalığı yazın. 24-cü suala baxaq. İ'nin üstü 40 plus i'nin kubu. İ'nin üstü 40 olur. 4'ə bölünür, tam bölünür. i üstü 0 qalıq qalmır. i kubunun qiyməti biz bayaq dedik i kvadrat vuraq i yazırıq. O da 0 üstü kəmət 1'ə bərabərdir. i kvadratı mənfi 1'dir. O da oldu 1 minus i. 24 1 minus i C variantı. 25-ci suala baxırıq. Z'in qiymətini verib 5 üstə gəl 2i. Z'in üstə xətt bizim qoşması da olur 5 minus 2i. İndi bunların hasilini soruşur. 5 plus 2i'nin 5 minus 2i'yə hasili. O da olur 5'in kvadratı çıxaq 2i'nin kvadratı. 25 çıxaq 4i kvadratı. O da olur 25 4 vur mənfi 1. 29. 25'in sualda 29 Y variantı. 26. suala baxaq. Z yəni 4 minus i. Vurun Z'in üstünə xətt qoşması dedikdə o da oldu 4 plus i. A kvadrat çıxaq B kvadratına görə 4'ün kvadratı çıxaq i'nin kvadratı. 16 plus 1 çünki 2 kvadratı mənfi 1'dir. Doğru cavab oldu 17 B variantı. 28-ci suala baxaq. 27 daha doğrusu. 27. 27 yenə sadələşdirmədir. 3 üstə gəl 2i. 5 çıxaq i. Bunu sadələşdiririk olur nə? 15 çıxaq 3i plus 10i minus 2i kvadratı. O da oldu 15 plus 7i plus 2. 17 plus 7i. Doğru cavab oldu C variantı. 28-ci suala baxaq. Kompleks ədədlərin hasilini soruşur. Z1 ilə Z2'nin hasili. 2 üstə gəl 3i'ni 4 çıxaq i'yə vururam. O da olur nə? 8 çıx 2i üstə gəl 12i çıxaq 3i kvadratı. O da oldu 8 plus 10i plus 3. Çünki kvadratı mənfi 1'dir. 11 plus 10i. Doğru cavab oldu Y variantı. 29-cu suala baxaq. 29. Kompleks ədədini sadələşdirin. 2 plus 2i olduğu kimi qalır. Bu 2 minus i kvadratın qiyməti mənfi 1'dir. Ona görə 2 minus i oldu. Bu da 2 üstə gələ i kubu saxladım. Digərlərini sadələşdirmirəm. Niyə? Çünki elə 2 çıxaq 2 0 olur. 0 da nəyə vurursansa 0 qalır. Doğru cavab oldu Y variantı. 30-cu sualda 10 kimidir. Baxın. Burada i kvadratın qiyməti mənfi 1'dir. Olur 1 çıx 1 0. 0 da nəyə vurursa 30-cu sualda elə olur 0 A variantı. 31-ci suala baxaq. i'nin üstü 422. Biz dedik ki 4'ten böyük ədəd onu 4'ə bölüb qalan qalığı götürürük. Bu da oldu 1 dəfə 4, 22, 0, 5 dəfə 20. Qalıq qaldı 2. Ona görə bunu yazırıq. i'nin kvadratı cavab oldu mənfi 1 Y variantı. 32-ci suala baxaq.
Yine i'nin üstü 457. 457'ni bölürəm 4'ə. Bir dəfə 4. 5'in içərisində bir dəfə 4. 17'ncində 4 dəfə 16. Qaldı 1. Ona göre yazıram i'nin üstü 1. Elə cavab oldu i. İ də oldu D variantı 32. 33. suala baxaq. A'nın kvadratı üstə gələk 9B'nin kvadratı. Ədədini 2 qoşma kompleks ədədin hasil şəklində göstərim. Qoşma kompleks ədəd düsturu nədir? Deməli z'yi vururuq z'in qoşmasına. Yəni A plus B'nin A minus B'yə hasil şəklində göstərin. Mən bunu belə yaza bilərəm uşaqlar. Baxın, A'nın kvadratı çıxaq 9B'nin kvadratı i'nin kvadratı. Onsuz da i'nin kvadratı mənfi 1 verib ortanın üstə gələ edəcək də müsbət edəcək. Yəni misalımın qiyməti dəyişmir. İndi A kvadratı minus B kvadratına görə açsam bunu olur nə? A minus 3B'i A plus 3B'i. Gördünüz, biri digərinin qoşmasıdır. 34. sual. Deməli burada cavab var 33'də. A minus B'i A plus B'i bu D variantıdır da 33. 34. sualda yine n kvadratı plus 4. Yine bunu yazabilirim. N kvadratı minus 4i kvadratı. O da oldu n minus 2i. N plus 2i. Bunda oldu. Doğru cevap C variantı 34'te. 35. 3 çıxaq 2i. 1 üstə gəl i. Cəbri şəkildə göstərin. Bunu cəbri şəkildə göstərmək üçün qoşmasına vurmalıyıq. 1 plus i'ni məxrəcin qoşmasına 1 minus i'yə vururam. Sürəti də vururuq. 1 minus i. O da sadələşdirəndə oldu nə? 1 çıxaq. 1'in kvadratı çıxaq. i'nin kvadratı məxrəci oldu. Sürəti vurub açıb sadələşdirirəm. 3i çıxaq 2i plus 2i kvadratı. O da i kvadratı mənfi 1 verdiyinə görə 3'dən elə 2'ni çıxanda qalır cavab 1 minus 5i. Məxrəcdə olur 1 plus 1. Çünki kvadratı mənfi 1'dir. Bu da oldu 2'də 1 minus 5i. Cəbri şəkildə göstərəndə, yəni z bərabər da plus b'yi şəklində göstərməliyik. O da olur 2'də 1 çıx 2'də 5i. Doğru cavab oldu C variantı. Hadi böldüm də 35'i. 36. suala baxaq. Yenə cəbri şəkildə göstərin. Qoşmasına vururam. Məxrəcin qoşmasına vururam. 1 minus i plusuna vururam. 1 plus i. Sürətdə 5 minus i, 1 plus i. Məxrəc düstur verdi. Oldu 1'in kvadratı çıxaq i'nin kvadratı. Sürət oldu 5 plus 5i minus i kvadratı. I kvadratı mənfi 1'dir. 5 ilə 1 oldu 6 plus 4i. 1 plus 1. Məxrəcdə qaldı 2. Sürətdə qaldı 6 plus 4i. Hədi bölsəm 3 plus 2i. 3 plus 2 də oldu A variantı. 37. sual. İndi bunu ifadəsini cəbri şəklində göstərin. 2 minus i'nin kubu sadələşdirəcəm. Açacağım düstura görə. 5 plus i'nin kvadratı. A minus b'nin kubu şəklində açıram. Necə açırdıq? A'nın kubu 3a'nın kvadratı b. 3a-b'nin kvadratı minus b'nin kubu. İndi həmin şəkildə atacağım. A'nın yerində 2 durur. 2'nin kubu 8. 3 vuraq 2'nin kvadratı. 3 vur 4 vur i. Üstə gələk. 3 vur 2'nin özü ama i'nin kvadratı. Minus i'nin kubu. Açdıq bunu. Bunu siləcəm. Sonra plus. Bunu da A üstə gəl. B'nin xaricdən kvadratına görə açıram. 5'in kvadratı 25. Plus 2 vur 5 vur i. Plus i kvadratı. O da oldu 8 minus 12i. Bu mənfi 6 verir. Çünki kvadratı mənfi 1'dir. I kubu da mənfi i. Əvvəlkilərdə də izah etdim ki, niyə mənfi olur. O da üstə gələk oldu. Üstə gəl 25 plus 10i minus 1. İndi baxaraq. Deməli 8'dən 6 çıxdım. Oldu 2. 2'nin üstə 25 gəldi. 27. 27'dən də birini çıxdıq. Oldu 26. Həqiqi hissələr sadələşdi. İndi xəyali hissələrə baxıram. Mənfi 12'nin üstə 1 i gəldim. Oldu mənfi 11. Çünki böyükdən kiçik çıxıb böyün işarəsini yazırıq. Mənfi 11. Mənfi 11'in üstünə də 10 gələndə oldu mənfi 1 i. 1 də yazılmadığına görə oldu i. Doğru cavab D variantı var. 38. suala baxaq. Yine 2 minus i'nin kubunu üstüne 1 üstə gəl 4'ün, daha doğrusu i üstə gəl 4'ün kvadratını gəlirəm.
Kubun açılış açıram. Birincinin kubu. 3 vuraq birincinin kvadratı ikinci. 3 vuraq birincinin özü ikincinin kvadratı. Çıxaq ikincinin kubu. Bunu da yine açıram. Birincinin kvadratı. 2 vuraq birinci vur ikinci üstə gəl ikinci kvadrat. İndi oldu nə? 8 minus 12i. I kvadratı mənfi 1'dir. I kvadratı mənfi 1'dirsə onda bura olur mənfi 6. İ'nin kubu mənfi idi. Üstə gəl olur. Çıxaq 1. 8i plus 16. 8'den 6 çıxdıq 2. Həqiqi hissələr hesablayırıq. 2'den 1 çıxdıq 1. 1'in üstə 16 gəldim 17. Sonra mənfi 12 ilə i oldu mənfi 11i. Mənfi 11 ilə də 8 oldu. Minus 3i. 17 çıxaq 3i. A variantı 38. 39. Deyir, hansı şərt ödəlindikdə kompleks ədədlərin fərqi sırf xəyal ədəddir. Yəni burada həqiqi hissə yoxdur. A'lar olmamalıdır. İndi gəlin yazaq. A1 plus B1i fərqi dediyinə görə çıxıram. A2 plus B2i fərqi A1 üstə gəl B1i fərq dediyinə görə çıxıram. A2 çıxaq B2i. Sırf xəyal ədəddir. Sırf xəyal ədəddirsə B'lər qalmalıdır. B'lərin qalmaq üçün B1 ilə B2 fərqli ədədlər olmalıdır. Eyni ədəd olsa bir mənfi bir müsbət islah olar. A'lar islah olmalıdır. Xəyali qalmaq üçün həqqilər islah olmalıdır. Həqqilərin islah olması üçün A1 A2'ye bərabər olmalıdır ki bunlar bir mənfi bir müsbət islah olsun. Deməli A'lar eyni olmalıdır. B'lər fərqli olmalıdır. Doğru cavab oldu A variantı. 40-cı suala baxaq. Deyir, hansı şərt ödəndikdə A1 plus B1i, A2 plus B2 cəmi sırf xəyal ədəddir. İndi bizə lazımdır ki, xəyali hissə qalsın, amma burada nə olsun? Cəmi olsun. Xəyali hissənin qalması üçün həqiqi hissələr getməlidir. Həqiqi hissələrin islah olması üçün A1 mənfi A2 olmalıdır ki, bunlar islah olsun. Amma B1 B2'ye bərabər olmamalıdır. Əslində B1 B2 yox, B1 mənfi B2'ye bərabər olmamalıdır. Mənfi B1 B2'ye bərabər olar, amma mənfisinə bərabər olmamalıdır ki, mənfisi olsa onlar islah olardı. A1 A2'ye deməli olmalıdır. A1 bərabərdir mənfi A2, B1 fərqlidir mənfi B2'dən. B1'lər biri o birinin əksi olsaydı onlar da islah olardı. Bizə lazımdır ki, xəyali hissələr qalsın. Doğru cavab oldu D variantı. 41-ci suala baxaq. Deyək, kökləri 2 plus i, 2 minus i olan kvadrat tənliyi göstərin. Biz kvadrat tənliyin birinci kökləri cəmi taparıq. X1 üstə gəl x2. Kökləri, deməli köklərindən biri budursa, deməli bu x1'in qiymətidir. Bu da x2'nin qiymətidir. İndi biz bunları toplayırıq. 2 üstə gəl i ilə 2 minus i'ni topladı. Oldu cavab 4. Sonra bunların hasilini tapırıq. x1, x2 hasili. 2 plus i, 2 minus i. Bu da oldu 2'nin kvadratı çıxaq i'nin kvadratı. O da oldu 4 plus 1, 5. Bizə deyir ki, kvadrat tənəti x kvadratı köklər cəmək işarətindən gəlir. Çıxaq 4x, kökləri hasili olduğu kimi qalır 5. Bunda Viya teoremin tərsi olan teoremdir də. Əvvəlcə kökləri cəmi, kökləri hasilini tapıb sonra tənliyi qururuq. 42-ci sualda oxşar sualdır. Kökləri cəmini tapıram. Oldu 6. İlər islah oldu. Kökləri hasilini tapanda 3 plus i'ni 3 minus i'ye vuranda oldu 9 minus i kvadratı. O da oldu 10. Yazdıq x kvadrat. Köklər cəmək işarə ilə 6x. Kökləri hasil öz işarəsindən 10. O da oldu doğru cavab C variantı. 43-cü suala baxaq. 5 minus 3i, 5 minus 3i. Bu bizə verir 5 minus 3i'nin xaricdən kvadratı. O da oldu 25 çıxaq 30i plus 9i kvadratı. Elə bil a minus b'nin xaricdən kvadratına görə açdım. Bu da üstəyə görə açdım. Üstə gəl b kvadrat. Bu da oldu 25 çıxaq 30i minus 9. 25'ten də 9 çıxanda qaldı 16 çıxaq 30i. 44-cü suala baxaq. 4 plus 3i'nin kvadratı. Bunu a plus b'nin kvadratı kimi baxırıq. Deməli olur birinci ifadənin kvadratı 16. Birinci ikinci iki misli 24i plus 9i kvadratı. Çıxaq. Eynisi də a minus b'nin kvadratı. 16 minus 24i
plus 9 i'nin kvadratı. Mötərizəni açıb sadələşdiririk. Birinci ifadə olduğu kimi köçürülür. Çünki qarşısındakı mənfi işarəsi yoxdur. İkinci mötərizənin qarşısında mənfi vardı. İşarə əksinə dəyişir. 9i kvadrat olur. 9i kvadratları getdi. 16'lar getdi. Bu da oldu 48i. 48i Y variantı. 45-ci sualda oxşar sualdır. Yine açıram. A üstə gəl B'nin iki ifadənin cəminin kvadratına görə 4 plus 12i plus 9i kvadratı minus 4 minus 12i plus 9i kvadratı. O da bərabərdir. 4 plus 12i plus 9i kvadratı minus 4 üstə gəl 12i minus 9i kvadratı. 9i kvadratlar islah oldu. 4'lər islah oldu. 12 ile 12'nin cəmi oldu 24i. D variantı 45'te. Sonra 46-cı suala baxaq. Deməli burada biz nə edirik? Birinci baxın. Mən bu ifadəni çarpaz vurub z-i taparam. Çünki z-in üstü 2008 soruşur. Olur nə? Z vuraq 1 minus i bərabərdir i plus 1. Sonra z-i tapanda i plus 1'i bölürük 1 minus i'yə. Bu da kompleks ədədlərin nisbətidir. Qoşmasına vururam. 1 minus i'ni 1 plus i'yə vururam. Məxrəcin qoşmasına. Sürətdə doldu i plus 1, 1 plus i. Sürətdə eyni ifadə oldu i plus 1'in kvadratı. Məxrəcdə oldu 1'in kvadratı. Çıxaq i'nin kvadratı. i'nin kvadratı mənfi 1 olduğuna görə məxrəc oldu 1 üstə gəl 1. Sürəti açıram i'nin kvadratı 2i üstə gəl 1. i kvadratın qiyməti mənfi 1'dir. O da 2i üstə gəl 1. Məxrəcdə oldu 2. Birlər islah oldu. 2i'ni 2'ye böləndə doğru cavab oldu i. 46'da cavab i. C variantı. 46-cı suala baxaq. i plus 1 məxrəcdə z bərabərdir 1 minus i. Z-in üstü 2008 soruşur. Mən birinci z-i tapmaq üçün çarpaz vuram. İfadəni bərabərdir i plus 1. Z-in qiymətini tapmaq üçün i plus 1'i 1 minus i'yə bölürəm. Onu da irrasionallıqdan azad etsək 1 minus i'nin deməli məxrəcin qoşmasına vururam da. Məxrəc 1 minus idisə qoşması 1 plus idi. Ona görə 1 plus i'yə vururam. Məxrəcdə oldu 1'in kvadratı, i'nin kvadratı, sürət oldu i plus 1'in kvadratı. i'nin kvadratı mənfi 1'dir. Ona görə məxrəci müsbət oldu. Oldu i kvadratı üstə gələk 2i plus 1. i kvadratı mənfi 1 verdiyinə görə mənfi 1'lər getdi, qaldı 2i böl 2. Cavab oldu i. Amma bizdən z-in üstü 2008 soruşur. Ona görə i'nin üstü 2008 tapıram. O da olur i'nin kvadratının üstü 1004. i'nin kvadratı da mənfi 1'dir. Mənfi 1'in üstü 1004. O da doğru cevap oldu 1. B variantı. Yok, 1 B variantı değil 46'da. 1 A variantıdır. 47'ne səhv saldım. A variantı. İkinci suala baxaq. 1 plus i bölü z bərabərdir 1 minus i. Buradan z'yi tapmaq üçün 1 minus i bərabərdir 1 plus i. Çarpaz vururam. Z'yi tapanda oldu nə? 1 plus i 1 minus i. Bunu da qoşmasına vururuq. Məxrəcin qoşmasına 1 plus i 1 plus i. Məxrəcdə oldu 1 minus i. Qoşması da 1 plus i'dir. Məxrəc kvadratlar fərqini verdi. Yine 46 ile eyni sualdır. 1 plus 1. O da 1 plus i'nin kvadratı. Sadece yox. Burada z'in üstü 2006'ını soruşur. Bu da müxtəsərə görə açdım 2i. Üstə gəl i kvadrat. i kvadratı mənfi 1'dir. İslah oldu. 2'ni 2'ye böldük. Doğru cevap oldu i. Ama bizdən i'nin üstü 2006'ını soruşur. Mən də bunu yazaram. Necə yaza bilərik? Ya 4'e bölüb qalan qalığı götürə bilərik. Ya da yaza bilərik i kvadratın üstü 1003. i kvadratı mənfi 1'dir. Mənfi 1'in üstü 1003. Tək dərəcədən qüvvət oldu. Mənfi 1. Y variantı 47'dir. 48-ci suala baxaq. Deməli 5 plus 2i'nin 1 plus i'yə nisbətini soruşur. Birinci məxrəcin qoşmasına vururam. 1 plus i 1 minus i. 5 plus 2i vururam 1 minus i. Sürət də məxrəcin qoşmasına vururam. Məxrəcdə oldu 1'in kvadratı çıxaq i'nin kvadratı. Sürətdə vurub açıb sadələşdirirəm. 5 minus 5i plus 2i minus 2i kvadratı. O da i kvadratın qiyməti mənfi 1'dir. 5'in də üstə 2 olur belə bax.
5 çıxaq 3i plus 2. i kvadratın qiyməti -1-dir. Məxrəc də 1 plus 1. O da oldu 2-də 7 çıxaq 3i. Zəbir şəkildə yazmaq üçün 3,5 çıxaq 1,5 yazıram. 7-ni 2-yə böldüm, 3-ü də 2-yə böldüm. Zəbir şəkildə, yəni z bərabərdir a plus b şəklində yaz deyir bizə. O da oldu doğru cavab Y variantı. 49-cu suala baxaq. 1 plus 3i-nin 1 minus i-yə nisbətini soruşur. Kompleks ədədlərin nisbəti. Yenə nisbət ondan eynilik qoşmasına vururuq. 1 minus i-ni vururuq 1 plus i-yə. Sürətdə də oldu 1 plus 3i, 1 plus i. O da bərabərdir. Məxrəc bizə verir 1-in kvadratı çıxaq i-nin kvadratı. Sürət olur 1 plus i plus 3i plus 3i kvadratı. O da 1 üstə gəl 4i, i kvadratı -1 verdiyinə görə -3 oldu. Məxrəcdə də 1 plus 1, 2. Məxrəc oldu ki, sürət oldu 4i çıxaq 2. Həd bölsəm 4i-ni 2-yə böləndə oldu 2i. 2-ni də 2-yə böləndə 1. O da -1 plus 2i. Zəbir şəkildə belə göstərilir. B variantı. 50-ci suala baxaq. 50-ci sual. Biz dedik ki, qüvvət 4-dən böyük olanda 4-ə bölüb qalan qalığı yazırıq. i üstü 11 üstə gəl i üstü 21 plus i-nin üstü 31 plus i-nin üstü 41. İndi mən i-nin üstü 11-i 4-ə böləndə qalıq qalır 3. 21-i 4-ə böləndə qalıq qalır 1. 31-i 4-ə böləndə qalıq qalır 3. 41-i 4-ə böləndə qalıq qalır 1. i kubunun qiyməti mənfi idi. Məlum məsələdir. Bu da oldu mənfi i plus i. İlər islah oldu. 1 mənfi 1 müsbət. Doğru cavab oldu 0 B variantı. 51-ci suala baxın. Yenə qüvvət 4-dən bölünür. 4-ə bölüb qalan qalığı yazırıq. 6-nı 4-ə böldüm 2. 20-ni 4-ə böləndə qalıq qaldı 2. Yox, qalıq qaldı. 24-ə böləndə qalıq. 51-ci suala baxın. i üstü 6 yenə 4-ə bölürəm, qalıq qalır 2. i üstü 20-ni 4-ə böldüm 0. i üstü 30-u 4-ə böldüm. 30-u 4-ə böləndə oldu qalıq 2. i üstü 36 4-ü tam bölündüyünə görə qalıq qaldı 0. i-nin kvadratı -1 plus 1 -1 plus 1. Birlər islah oldu. Doğru cavab oldu 0 D variantı. 52-ci suala baxaq. Sürətdə 3 minus 4i, məxrəcdə 1 plus i, 2 minus i. Məxrəci vurub açıb sadələşdirirəm. Olur 2 çıxaq i plus 2i minus i kvadratı. Sürətdə də 3 minus 4i. Məxrəcdə qaldı i kvadratın qiyməti -1-dir. 2 ilə -1 toplandı oldu 3 plus i. Məxrəcdə də 3 minus 4i. Sonra bu kəsiri məxrəcin qoşmasına vuram. 3 plus i-ni 3 minus i-yə vuram. Məxrəcin qoşması oldu 3 minus 4i. Bir də 3 minus i. Məxrəcdə oldu 9 çıxaq i kvadratı. Sürəti sadələşdirəndə 9 çıxaq 3i çıxaq 12 üstə gəl 4i kvadratı. i kvadratı -1 verir. Ona görə 9-dan 4 çıxanda cavab qaldı 5. Bu da oldu 15i. i kvadratın qiyməti -1-dir. Məxrəcdə oldu 10. Sonra bərabərdir. Biz də bunu deməli həd bölsək. Olur necə? 10'da 5 minus 10'da 15i. O da 2'də 1 minus 2'də 3i. Doğru cavab oldu C variantı. Yoxladım, bir rəng işarə səhv edərik. Baxaq 53-cü suala. 53-cü sualda yenə oxşardır. Məxrəc olur 2 minus i. Sürəti sadələşdirəm. Olur 3 plus 9i minus i minus 3i kvadratı. O da 3 plus 8i plus 3. Çünki kvadratı -1-dir. Məxrəcdə də oldu 2 minus i. Sürəti sadələşdirəndə oldu 6 plus 8i. Məxrəcdə 2 minus i. Bunu da qoşmasına vuranda 6 plus 8i. Məxrəcdə deməli 2 plus i-yə vururam. Məxrəcin qoşmasına. 2 minus i. Bu da oldu 2 plus i. Məxrəc bizə 4 çıxaq i kvadratını verdi. Sürəti sadələşdirdim. 12 üstə gəl 6i plus 16i plus 8i kvadratı. 4-ün üstünə i kvadrat gələndə məxrəcdə oldu 5.
O da oldu ne? 12 plus 22i minus 8. O da 12'den 8 çıxanda 4 plus 22i bölək 5. Bunu da ədbəd bölsək olur. 5'te 4 üstə gələk 5'te 22i. Doğru cevap oldu Y variantı. 54. suala baxaq. 5 minus 11i. 0,6 çıxaq 0,8i. Məxrəcin qoşmasına vururam. 0,6 çıxaq 0,8-ini vururam. 0,6 üstə gələk 0,8i. Sürətdə də oldu 5 minus 11i. Bir də 0,6 üstə gələk 0,8i. Məxrəc 1 üstə gələk 1 çıxaq kvadratlar fərqi verir. 0,6'ın kvadrat çıxaq 0,8i'nin kvadratı. Sürəti vurub sadələşdirirəm. 5'i vururam 0,6'ya 3. 5'i vurdum 0,8i'ye oldu 4i. Minus 11'i vurdum 0,6'ya oldu 6,6i. Minus 11'i vurdum 0,8 oldu 8,8i kvadratı. Məxrəcdə oldu 0,36 üstə gələk 0,64. Çünki i kvadratı mənfi 1'dir. Birbaşa toplama oldu. 8,8 i kvadrat. I kvadratı mənfi 1'dir. Orta oldu. Deməli müsbət etdi bunu. Ona görə də 8'in üstünə 3 gəldim. 11,8 çıxaq. 6,6'dan 4'ü çıxanda 2,6i. Məxrəcdə oldu 1. Sürətdə oldu 11,8 çıxaq 2,6i. O da bərabərdir 11,8 çıxaq 2,6i. Doğru cevap oldu B variantı. 55'e baxaq. Yine məxrəcin qoşmasına vuram. Sürətdə oldu 5 çıx 8'ini vurdum nəyə? 0,8 üstə gələk 0,6i'yə. Məxrəcdə də oldu 0,8 çıxaq 0,6'ini vurdum. 0,8 üstə gələk 0,6i'yə. Sürəti vurub sadələşdirəm. 4 plus 3i minus 6,4i minus 4,8i kvadratı. Məxrəcdə 0,64 çıxaq 0,36i kvadratı. 4,8 bu i kvadratı mənfi 1 verdiyinə görə bu üstə gələk oldu, müsbət oldu. 4'ün üstə 4,8 gələndə oldu 8,8 minus 3,4i. Çünki 6,4'dən də 3'ü çıxıram. Məxrəcdə də qaldı 0,64 üstə gəl 0,36 o da oldu 1. 8,8'dən 3,4i'ni çıxdı. O da oldu Y variantı. 56. suala baxaq. 1 minus i. I kvadratın qiyməti mənfi 1'dir. Minus i kubunun qiyməti mənfi idi. I üstü 4. 4'e böləndə i üstü 0 qalır. Bu da oldu 1 minus i minus 1 plus i plus 1. I üstü 0 1'e bərabərdir. Birlər islah oldu. İlər islah oldu. Cevap qaldı 1. 56'da cevap B variantı. 57'ye baxaq. Mənfi 1 üstə gələk i. I kvadratın qiyməti mənfi 1'dir. Mənfi 1. Plus i kubunun qiyməti mənfi idir. I üstü 4'dür. I üstü 0'a bərabərdir. Bu da oldu mənfi 1 üstə gəl i plus 1 minus i minus 1. İlər islah oldu. Birlər də islah oldu. Doğru cevap oldu mənfi 1. 57'de. Baxaq. 58. suala baxaq. Sadələşdirək kubun açılışı kimi A plus B'nin xaricdən kubun açılışı kimi açırıq. A'nın kubu 3A'nın kvadratı B 3AB kvadratı plus B'nin kubu. İndi bizdə 1 plus 3i'nin kubudur. Ona görə olur 1'in kubu. 3 vur 1'in kvadratı vur 3i. Üstə gəl 3 vur 1'in özü 3i'nin kvadratı plus 3i'nin kubu. O da oldu 1 plus 9i plus 3'ün kvadrat 9 oldu. 9 3'e vuranda oldu 27i kvadratı plus 27i'nin kubu. Bu da oldu 1 üstə gəl 9i minus 27. Çünki i kvadratı mənfi 1 verir. I kubu da mənfi verdiyinə görə oldu 27i. O da 1'dən 27 çıxanda mənfi 26. Bu da 18i. 27'den 9 çıxanda mənfi 18i. Deməli cavab oldu C variantı 58. 59. suala baxaq.
Z1'in Z2'yə nisbətini soruşur 59-da. Z1'in Z2'yə nisbəti. 1 plus i-nin 3 plus 4i nisbəti. Biz indi bunun qoşmasına vururuq. 3 plus 4i olur 3 minus 4i. Sürətdə də 1 plus i 3 minus 4i. Məxrəc bizə bir üstə gələ bir çıxar kvadratlar fərq verir. 9'un kvadratı 16 kvadrat. Sürəti vurub açıb sadələşdirirəm. O da sürətdə oldu nə? 3 minus i plus 4. Məxrəcdə oldu 9 təgər 16. Məxrəcdə oldu 25. Sürətdə oldu 7 çıx i. Bunu da cəbri şəkildə yazsaq 25'də 7 minus 25'də 1 i. Hədbəhəd böldüm sürəti məxrəcə. Doğru cavab oldu. Deməli burada A variantı. 60-cı suala baxaq. Əmsalları həqiqi ədədlər olan, köklərindən biri x1 bərabərdir 1 minus 2 olan çevrilmiş kvadrat tənlik qurun. Həqiqi ədəd deyəndə, deməli digəri bunun qoşması olur. Həqiqi əmsalı, rasional əmsalı deyəndə həmişə qoşmasını götürürük. Bu da oldu x1 üstəgəl x2 bərabərdir 1 minus 2. O da 1 plus 2. İlər getdi, qaldı 2. Bir dəfə də kökləri hasilini tapıram. 1 minus 2'ni vururuq 1 plus 2'ye. Bu da oldu 1 çıx 4i kvadratı. O da oldu 5. İndi yazıram x kvadratı. Köklər cəmək işarə ilə gəlir. Köklər hasil öz işarəsi ilə gəlir. O da oldu x kvadrat çıxaq 2x plus 5. Doğru cavab oldu C variantı 60. 61-ci suala baxaq. 61-ci sual. Deməli 1 minus i'nin kubu 1 plus i. Gəlin bunu sadələşdirməmişdən öncə cəbri şəkildə göstərim. Kubun açısı açmaq. Gəlin bunu məxrəcin qoşmasına vuraq. 1 plus i'ni vuraq 1 minus i'yə. Bu da olur 1 minus i'nin kubu. Bunu da vuram 1 minus i'yə. O da bərabərdir. Məxrəcdə oldu 1'in kvadratı çıxaq i'nin kvadratı. Sürət oldu 1 minus i'nin üstü 4. Həmişə kubun açışı uşaqlara biraz qarışıq gəlir. Məxrəc oldu 2. Əslində çətin bir şey yoxdur. Sadəcə bu üsulla yazmaq istədim. Kubun açışına da yazıb sonra qoşmasına vura bilərdik. i kvadratı çıxaq 1 çıxaq i kvadratı bu i kvadrat mənfi 1 verdiyinə görə məxrəc oldu 2. Sürət necə yazacağım? Baxın. 1 çıxaq i'nin kvadratının kvadratı yazacağım. O da oldu. Müxtəsərə görə açsaq 1 çıxaq 2i plus i kvadratının kvadratı məxrəcdə də oldu 2. i kvadratı mənfi 1'dir. Bu da bunun islah oldu. Sonra mənfi 2'nin kvadratı bölə 2 qaldı. O da oldu 2'də 4i kvadratı. O da 2 vur mənfi 1 cavab oldu mənfi 2. 62-ci sual. Yeni deyirəm, kubun açışı açıb sadələşdirib qoşmasına vura bilərsiniz. Amma elə bilirəm ki, başdan qoşmasına vursaq daha rahat olar. 1 plus i'yə vurdum. Sürətdə də yenə 1 plus i'nin kubu. Bir dənə də əlavə 1 plus i'yə vuranda sürətdə oldu 1 plus i'nin üstü 4. Məxrəcdə oldu 1'in kvadratı çıxaq i'nin kvadratı. Məxrəcdə oldu 1 üstəgəl 1. Sürətdə də yaza bilərəm 1 plus i'nin kvadratının kvadratı. O da məxrəc oldu 2. Sürəti açıram 1 plus 2i plus i kvadratının kvadratı. O da oldu 2'də i kvadratından 1'lər islah oldu. Qaldı 2i'nin kvadratı. O da 4i kvadratı. Burada 2. 4'ü 2'ye böldüm. 2 vur mənfi 1. Doğru cavab oldu mənfi 2. 63-cü sualda uşaqlar. Deməli kök altında 3 plus i'nin üstü 9. Biz bunu həmişə trigonometrik şəkli gətirib qüvvətə yüksəldirdik. Onda biraz daha sadə yazmaq olurdu. Çünki əvvəllər suallar olurdu ki, kökdə 3 üstə gəlir i üstü 9 yox, məsələn 512. O şəkildə sualları trigonometrik şəklə gətirib sonra qüvvətə yüksəldirdik. Amma indi trigonometrik şəklə aid sual yoxdur bu yeni topluda. Ona görə də mən bunu sizə elə i üstü 9'u belə öyrədəcəm. Kökdə 3 üstə gələk i'nin kubunun kubu. Yəni ilk öncə bunu kuba yüksəldəcəm. Daha sonra aldığım cavabı bir də kuba yüksəldəcəm. Yazaq. Kökdə 3'ün kubu oldu. Deməli nə? Birinci ifadənin kubu kök altında 27.
Üste gelək 3 vuraq birinci ifadənin kvadratı kökdə 9 vurayım. Sonra 3 vuraq birinci ifadənin özü vuraq i kvadratı. Üste gel i'nin kubu. Aldığımız cevabı kuba yüksəldirik. Kökdə 27 3 kökdə 3'dür. Məlum məsələdir. 9'dan 3 çıxır. 3'e vurduq 9. Oldu cevap 9i. 9i plus. I kvadratı mənfi 1'dir. Ona göre bura mənfi olur. Minus 3 kökdə 3. Minus i kubunun qiyməti oldu i. Bu da kubu. 3 kökdə 3'lər islah oldu. 9 i'dən i çıxanda qaldı 8 i'nin kubu. 8'in kubu 512 i kubu. I kubu da mənfi idi də. Ona göre oldu mənfi 512 i. Cevap oldu D variantı. 64. suala baxaq. Yine oxşar sualdır. Kubunun kubu yazırıq. Bir üstə gələk kök altında 3 i'nin kubunun kubu. Yani a'nın kubu, yani 1'in kubu. Üste gel 3a kvadratı b, yani 3 vuraq 1'in kvadratı vuraq kökdə 3i. Üste gələk 3 vuraq birinci ifadənin özü ikincinin kvadratı kökdə 3i'nin kvadratı. Üste gələk axırıncının kubu, yani b'nin kubu. Kökdə 3i'nin kubunun kubu. Aha. 1'in kubu 1. Bu sadələşdirəndə 3'ü kökdə 3'e vuranda oldu 3 kökdə 3i. Üste gelin. Kökdə 3'ün kvadratı kökdə 9. 9'dan 3 çıxdı. 3'ü də 3'e vurdum oldu 9i kvadratı. Üste gelək kök altında 27 i kubunun kubu. Bakın 1 plus 3 kökdə 3i. Minus 9. Niye minus? Çünkü kvadrat bize mənfi 1 verir. Minus 9. Minus bak 27 3 kökdə 3'tü. I kubu da mənfi idi. Ona göre de bura minus yazdım. Baxıram bunlar islah oldular. 1'den çıxdım 9'u kuba yüksəltdim. Mənfi 8'in kubu mənfi 512. Cevap oldu B variantı. 64'ten sonra gelir 65. sual. 65. Yine kuba yükseldirəm. A'nın kubu, yani 1'in kubu. Üste gel. 3 A'nın kvadratı, yani 1'in kvadratı vuraq B. 4i. Üste gel. 3 vur A vur B'nin kvadratı. 4i'nin kvadratı. Üste gel. B'nin yerine 4i diye olur. 4i'nin kubu. Şimdi 1'in kubu oldu 1. 4'ü 3'e vurdu oldu 12i. 4'ün kvadratı 16. 16'ın çevirende oldu 48i kvadratı. Plus 64 i kubu. O da 1 plus 12i minus 48. Çünkü kvadratı mənfi 1'dir. Minus 64 i. O da bərabərdir. 1'dən 48 çıxanda mənfi 47 çıxaq 52 i. Mənfi 47 çıxaq 52 D variantı. 66. suala baxaq. Deməli bizə deyək ki, x və y həqiqi ədədlərin hansı qiymətlərində bu ədədləri qoşma kompleks ədədlər olar. Qoşma kompleks ədəd, yəni z1 bərabərdir a1 plus b1 idirsə, z2 olur a1 minus b1 i. Əgər kompleks ədədlər qoşmadsa, həqiqi hissələri bir-birinə bərabər, amma xəyali hissələr bir-birinin əksi olmalıdır. Gəlin bunu sadələşdirək. Z1 bərabərdir x minus 1. I üstü 5 var. Onu 4'e bölüp qalan qalığı yazıram. 3 y. Sonra z2 bərabərdir 4 minus x plus y. Plus bir də baxın. Burada y üstü 7 var. I üstü 7'ni 4'e bölüp i kubu yazacağım. I kubu da mənfi idi. Ona göre bura olur minus 1 plus x'in x'i. Bildiniz de y üstü 7 dedi. O 7'ni sadeleştirdim sonra yazdım. Şimdi bu ifadeler qoşmadı deyə həqiqi hissələr bir-birinə bərabərdir. Yəni x çıxaq 1 bərabərdir 4 çıxaq x plus y. Amma xəyali hissələr bir o birinin qoşmasıdır. Mənfi 3 y bərabərdir 1 plus x-a, yəni əks işarəyə. İndi bunu sadələşdirsəm 2x minus y bərabərdir 5. Mənfi x minus 3y bərabərdir 1 olar. Aşağıda 2'ye vururam x'i tapmaq üçün. O da oldu 2x minus y bərabərdir 5. Mənfi 2x minus 6y bərabərdir 2. 2'lər islah oldu. Deməli bunlardan buradan yazdım.
Doldu neçə? Mənfi 7y bərabərdir 7y oldu mənfi 1. Y mənfi 1 isə yerinə əvəz etsəm y-in yerinə mənfi 1 yazsam olur. Nə? Deməli birinci tənlikdə əvəz edəcəm. 2x minus y yəni mənfi 1 bərabərdir 5. 2x plus 1 bərabərdir 5. 2x bərabərdir 4. X oldu 2. X-in 2, y-in mənfi 1 qiyməti C variantı. 67-ci suala baxaq. Deməli, kökdə 3 minus i, kökdə 3 plus i. Plus, kökdə 3 plus i ilə kökdə 3 minus i-nin ifadəsini deyib cəbri şəkildə yazın. Biz bunu tək-tək irrasionaldan azad edib hesablaya bilərik. Ortaq məxrəc də edə bilərik. Gəlin ortaq məxrəc edək. Buradan kökdə 3 plus i-ni kökdə 3 minus i-yə vursam, bura vurulur kökdə 3 minus i-yə, bu da olur kökdə 3 plus i-yə. Deməli, kökdə 3 minus i-ni kökdə 3 minus i-yə vuranda olur kökdə 3 minus i-nin kvadratı, digərdə olur kökdə 3 plus i-nin kvadratı. Məxrəc deməli a çıx b a üstə gəl b üstü a kvadrat çıxaq. B-nin kvadratı deməli oldu kökdə 3-ün kvadratı çıxaq i-nin kvadratı. Bu da oldu kökdə 3'ün kvadratı 2 kökdə 3 i plus i kvadratı. Plus, bu da a plus b'nin kvadratı kimi atıram. Kökdə 3'ün kvadratı plus 2 kökdə 3 i plus i'nin kvadratı. 2 kökdə 3 i'lər islah oldu. Kökdə 3'ün kvadratı 3, kökdə 3'ün kvadratı 3 toplandı oldu 6. i kvadratlarda mənfi 1 verdi. Minus 1, minus 1. Məxrəcdə də oldu 3 plus 1. O da oldu 4'də 4. Doğru cavab oldu 1, B variantı. 68-ci suala baxaq. Köklərindən biri x1 bərabərdir 2 plus 3i olan həqiqi əmsallı çevrilmiş kvadrat tənlik göstərin. Həqiqi əmsallı deyəndə ikinci kök bunun qoşması olur. 2 minus 3i. x1 ilə x2-nin cəmi bizə verir 2 plus 3i. 2 minus 3i. Bu da oldu 4. x1 vur x2'nin hasili bize verdi. Deməli 2 plus 3i 2 minus 3i. O da oldu 4 plus 9i kvadrat. Daha doğrusu 4 minus 9i kvadratı. O da oldu 13. İndi yazıram x kvadratı kökləri cəmi əks işarə ilə daxil olur. Kökləri hasili öz işarəsi ilə bərabərdir 0-a. X kvadratı baba bərabərdir. Bərabər deyil, bərabərdir. Deməli x kvadratı çıxaq 4x plus 13 D variantı oldu. 69-cu suala baxaq. Z bərabərdir 2 plus 3i 3 plus i. Kompleks ədədi üçün imz-in qiymətini tapın. Biz bilirik ki, rz a-nın qiymətidir, həqiqi hissənin, imz xəyali hissənin qiymətidir. Biz də indi bunun qoşmasına vuraq, sadələşdirək. 3 plus i-ni 3 minus i-yə vururuq. 2 plus 3 i-ni 3 minus i-yə vururuq. Məxrəc oldu 9 minus i kvadratı. Sürət 6 çıxaq 2i üstə gəl 9i çıxaq 3i kvadratı. i kvadratı mənfi 1'dir. 6 ilə 3'ün cəmi oldu 9 üstə gəl 7i. Məxrəcdə də oldu 10. Cəbri şəkildə yazsaq olur 10'da 9 plus 10'da 7i. Rezet 10'da 9'dur. İmzet 10'da 7'dir. Bizdən də imzetin cavabını soruşur. Cavab oldu 0,7. 70-ci suala baxaq. 1 plus i 1 minus i. Deməli biz deyirik ki, əsaslar eyni olanda vuranda qüvvət üsləri toplanır. Qüvvətlər eyni olanda əsaslar vurulur. Yəni mən indi yaza bilərəm 1 plus i-ni 1 minus i-yə vurub sonra aldığım nəticənin qüvvətinə 7 yaza bilərəm. Bu oldu i-nin kvadratı, daha doğrusu 1'in kvadratı çıxaq i-nin kvadratının üstündə 7. Çünki bu ümumi 7 oldu da. O da oldu 1 plus 1'in üstü 7. 2 üstü 7. 128. 71-ci sualda oxşar sualdır. Deməli yazıram 1 minus i 1 plus i. Birinci bunu hesablayaq olur. 1'in kvadratı çıxaq i-nin kvadratı bu oldu 2.
İndi biz 2 üstü 4 16-nı tapırıq. 71-ci sualda oxşar sualdır. Deməli yazıram 1 minus i 1 plus i. Birinci bunu hesablayaq olur. 1'in kvadratı çıxaq i'nin kvadratı bu oldu 2. İndi biz 2 üstü 4 16-nı tapırıq. Deməli 72-ci suala baxaq. Vurub açı sadələşdirirəm. Birinci bu 2 mötərizəni vuraqsa sadələşdirək. Olur 3 plus i minus 9i minus 3i plus sonra bu 2 mötərizəni sadələşdirək. Oldu 3 minus i plus 9i minus 3i kvadratı. İlər islah oldu. 9 ilərdə islah oldu. Qaldı 6 plus 3 plus 3. Çünki kvadratı mənfi 1 verir axı. O da oldu 12. 73-cü suala baxaq. Deməli, baxın. Deyək ki, bu ifadəsinə əsasən z kompleks ədədinin həqiqi hissəsini tapın. Baxın uşaqlar, mən bu sürətinlə məxrəcin ixtisara getmək üçün sürəti belə yaza bilərəm. Z-in kvadratı çıxaq 4i-nin kvadratı. Onsuz i kvadratı mənfi 1 verir. İfadənin qiyməti dəyişmir də z kvadrat plus 4 olur. Məxrəc oldu z plus 2. İkinci tərəfdə olan kimi z-in kvadratı çıxaq 16i kvadratı. Z plus 4i. O da bərabərdir 18 üstəgəl 2. Sürəti 1 çıxaq 1 üstəgələ yazsaq, müxtəsərə görə atacaq. Olur z çıx 2i, z üstəgəl 2. Məxrəcdə də z üstəgəl 2. Sürəti yenə yazıram z çıx 4i, z üstəgəl 4i. Məxrəcdə də z plus 4i. O da 18 plus 2. Z plus 4 iləri getdi, z plus 2 iləri getdi. Qaldı z çıxaq 2i, z çıxaq 4i bərabərdir 18 üstəgəl 2. Buradan da 2z bərabərdir 18 üstəgəl 2i plus 6i. Çünki 2 ilə 4'ün cəmi bu tərəfə 6i olur. O da 2z bərabərdir 18 üstəgəl 8i. 2'ye böləndə qaldı 9 üstəgəl 4i. Z-in qiyməti oldu 9 üstəgəl 4i. Bizdən də həqiqi hissəni soruşur. Rezeti. Rezet oldu 9. 74-cü suala baxaq. Deməli yazırıq z-in kvadratı çıxaq 9i-nin kvadratı. Z çıxaq 3i plus z-in kvadratı çıxaq 25i-nin kvadratı. Z minus 5i bərabərdir 16 üstəgəl 4i. Sürəti 1 çıxaq 1 üstəgələ yazsaq olur z çıxaq 3i. Z plus 3i. Məxrəcdə də oldu z çıxaq 3i. Sonra sürəti yazıram z minus 5i. Z plus 5i. Məxrəcdə də z minus 5i. O da bərabərdir 16 üstəgəl 4i. Z minus 5 ilər getdi. Z minus 3 ilər getdi. Bu da z'lər toplanıldı. 2z üstəgəl 8i bərabərdir 16 üstəgəl 4i. 2z bərabərdir 16 üstəgəl 4i'dən 8i'ni çıxıram. 2z bərabərdir 16 çıxaq 4i. Z də bərabərdir 8 çıxaq 2i. Sadələşdirdik. İndi bizdən nəyi soruşur? Həqiqi hissəni. Rezeti. Rezet oldu 8. 75-ci suala baxaq. Həqiqi həmsalı, yəni x kvadrat çıxaq 6x plus m bərabərdir 0. Kvadrat tərinin köklərindən biri x1 bərabərdir 3 minus 2. Deməli, biz həqiqi həmsallıdsa ikinci kök bunun qoşmazdır. x2 bərabərdir 3 plus 2. Doğrudan da kökləri cəm baxırsınız altını verir. İndi m'i tapmaq üçün biz x1'i x2'ye hasilini tapmalıyıq. O da oldu 3 minus 2i 3 plus 2. O da oldu 9 çıxaq 4i kvadratı. M də bərabərdir 9 üstəgəl 4 13. 75'də cavab 13. Sonra 76-cı suala baxaq. 76. Deməli neyək bunu? Adi yenə sadələşmədir. Xəyali soruşur. Bizdən sadələşdirin deyir. Adi sadələşdirik. Bu mötərizələri bir-birinə vururuq. Digərlərini də bir-birinə vururuq. Sadələşdirək. Silim. Deməli 1 plus 2i'nin 2 minus i hasili 1 minus 2i'nin 2 plus i hasilini tapıram.
Bu necə oldu? Vur bax sadələşdirdik. 2 minus i plus 4i minus 2i kvadratı plus. Bunu da vur baxanda 2 plus i çıxaq 4i çıxaq 2i kvadratı. Baxırıq ilər islah oldu. 4 ilər də islah oldu. Qaldı 4 minus 4i kvadrat. O da 4 minus 4 vur -1. Cevap oldu 8. Sonra 77-ci suala baxaq. Z bərabərdir. Yenə qüvvətlər 4-dən böyükdür. Biz 4-ə belə qalan qalıqlar yazıq. I üstü 0, I üstü 12 bölündü. O da oldu I üstü 1 minus i'nin kvadratı 4-ə bölüb qalan qalıqlar götürürəm. Üstə gələk. I üstü 15-də 4-ə böləndə oldu i'nin kubu. İndi baxaq. I üstü 0 bizə 1 verdi. Oldu i deməli i üstü 1 i verdi plus 1. Məxrəcdə də 1 minus i. Çünki kubunun qiyməti -1'dir. Bunu ortaq məxrəc edək. Ortaq məxrəc 1 minus i'ni götürəndə bu da çarpaz vurulur olur 1 minus i plus 1. Birlər də islah oldu. Sürətdə qaldı 2, məxrəcdə qaldı 1 minus i. Bunu da qoşmasına vururam. 1 minus i'ni vurdum 1 plus i'yə. Sürətdə də 2 vuraq 1 plus i. Məxrəc bizə düstur verdi. 1'in kvadratı çıxaq i'nin kvadratı. 2 vuraq 1 plus i. O da məxrəcdə oldu 1 plus 1. Bu da 2 vuraq 1 plus i. O da oldu 2'də 2 vuraq 1 plus i. 2'lər də getdi 1 plus i. 77'də həqiqi hissəni soruşur. İmzeti. Yox, rezeti soruşur həqiqini. İmzet xəyali hissəni. Deməli, rezet bərabərdir 1'ə. İmzet də elə 1'ə bərabərdir rezet də. 78-ci suala baxaq. Z bərabər yenə i üstü 6'ın yerinə yazıram. I üstü 0, 16'nı. 15'i 4'ə böldüm qaldı i üstü 3. 18'i 4'ə böləndə i'nin kvadratı. 13'ü 4'ə böləndə i minus 1. O da bərabər i üstü 0, 1 verdi. 1 üstə gələk i minus 1. i'nin kubu -i çıxaq 1. O da ortaq məxrəc edək. i minus 1'i məxrəcdən 1 yazıb çarpaz vursam i minus 1 minus i minus 1. İlər islah oldu. Sürətdə qaldı -2. Bu da i minus 1. Bunu da qoşmasına vuranda i minus 1'i vururuq i plus 1'ə. -2 vuraq i plus 1. Məxrəc düstur verdi. i'nin kvadratı çıxaq 1'in kvadratı. -2 vuraq 1 plus i. O da məxrəcdə oldu -1 çıxaq 1. -2 vuraq i plus 1. O da məxrəcdə oldu -2. -2 vuraq i plus 1. -2'lər getdi. i plus 1 qaldı. Bizə deyir ki, həqiqi hissəni tapın. Həqiqi hissə rezetdir. Rezet 1'ə bərabərdir. 79-cu suala baxaq. Z minus 2i bərabərdir. -i vur z plus 3. Bunu yazıram. Z plus i vur z bərabərdir. 3 plus 2i. Birinci z'yi tapmalıyıq. Z'yi ortaq vurub çıxartdım. 1 plus i. 3 plus 2i. Z'yi tapanda 3 plus 2i'ni 1 plus i'yə vururam. Bunu da qoşmasına vuranda 1 plus i. 1 minus i. Məxrəcin qoşmasına vururam. 3 plus 2'ni vururuq nəyə? 1 çıxaq i'yə. Məxrəc bizə 1'in kvadratı çıxaq i'nin kvadratını verdi. Sürəti vurub sadələşdiririk. 3 çıxaq 3i plus 2i minus 2i'nin kvadratı. i'nin kvadratı -1'dir. O da müsbət olur. 3'ün üstə 2 gələndə 5. 5 minus i 1 plus 1. Məxrəcdə oldu 2. 5 minus i. O da deməli 5'i 2'yə böldü. 2,5 çıxaq 0,5 i. Çünki i əmsal 1'dir axı. İndi bizdən də nəyi soruşur? Deməli 79'da həqiqi hissəni rezeti. Rezet oldu 2,5 79'da. 80-ci suala baxaq. Deməli z minus i vur z bərabərdir 5 plus 2'yə. Z'yi ortaq vurub çıxartdıq. 1 minus i bərabərdir 5 plus 2i. Buradan z'yi tapanda 5 plus 2'ni bölək 1 minus i'yə. İndi yenə qoşmasına vuram məxrəcin. 1 minus i'ni 1 plus i'yə vurduq. Sürətdə doldu 5 plus 2i 1 plus i. Məxrəc düstur verdi. 1'in kvadratı çıxaq i'nin kvadratı. Sürət oldu 5 plus 5i plus 2i plus 2i'nin kvadratı.
İ'nin kvadratı mənfi 1'dir. 5'dən 2 çıxanda oldu 3 plus 7i. Məxrəcdə də yarandı ki 3'ü 2'ye böldük 1/5. 7'ni 2'ye böldük 1/5. 3/5i. İndi bizdən 80'də soruşur nəyi? İmzeti. İmzet i'nin yanında duran xəyali hissədir. 3/5. 81-ci suala baxaq. Yenə i plus 1 plus i üstü 7'dir. 5 vuraq 1 minus i'yə vuranda. Deməli bunun qoşmasına vururam 1 plus i. Sürət də olur 1 plus i. Məxrəcdə oldu 5 vuraq 1'in kvadratı çıxaq i'nin kvadratı. Sürət oldu 1 plus i'nin üstü 8. Çünki bu 1'dir. O da oldu 5'də 1 plus 1 1 plus i'nin üstü 8. 5'i 2'ye vurduq 10. O da üstü indi 1 plus i üstü 8 necə yazacağım? 1 plus i'nin üstü kvadratın üstü 4. Bunu sadələşdirmək daha rahatdır. Açaq bu da 1 plus 2i plus i kvadratı qüvvətinə 4 məxrəcdə 10. i kvadratı mənfi 1'dir. 1'lər getdi. 2 üstü 4 oldu. 16 i üstü 4. Bu da 10. O da oldu. i üstü 4'də deməli 16 i üstü 0 bölək 10. Çünki 4 olanda 4'ə bölüb qağı götürürük. O da 1/6. Çünki i üstü 0 1 verir. 82-ci suala baxaq. Yenə məxrəcin qoşmasına vururuq. 5 vuraq. i minus 1 i plus 1. Sürətdə də olduğunda i plus 1'in üstü 4. Çünki 3 tane vardı. Bir də vurulanda oldu 4. Məxrəcdə oldu 5 vuraq. i'nin kvadratı çıxaq 1'in kvadratı. Sürəti də yazıram i plus 1'in kvadratının kvadratı. Məxrəc oldu 5 vuraq mənfi 1 çıxaq 1. Sürətə yazıram müxtəsərə görə. i'nin kvadratı üstə gələk 2i üstə gəl 1'in kvadratı. i'nin kvadratı mənfi 1'lər getdi. 2i'nin kvadratı. 5 vur mənfi 2. O da oldu mənfi 10'da 4i kvadratı. i kvadratı mənfi 1 alır da. 4'ü vurdum mənfi 1'e. Bu da mənfi 10. O da 0/10'da 4. 83-cü suala baxaq. Z bərabərdir a plus b-i. Kompleks ədədi və ona qoşma ədəd qarşılıqlı tərs ədədlərdir. Deməli kompleks ədədin qoşması a minus b-i bundan qarşılıqlı tərsdirlər. Yəni z-in qoşmasına vuranda 1 alınır. Qarşılıqlı tərsdirlər. Onda yazıram a plus b-inin a minus b-yə hasili bizə verdi 1. Onu da yazıraq a'nın kvadratı çıxaq b'nin kvadratı i'nin kvadratı 1. i kvadratı mənfi 1 olduğuna görə a kvadrat ilə b kvadratın cəmi oldu 1. Bunların cəmi 1'dir. Hasilini də bizə verib 0/32. İndi fərqin modulda fərqini soruşur. Gəlin a üstə gəlib b'nin kvadratını əlavə düstura görə açaq. Çıxaran əlavəsinə görə açaq. a minus b'nin kvadratı plus 2ab bərabərdir 1. Bu da a minus b'nin kvadratı plus 0/32'ni vururam 2'ye. O da oldu 0/64. a minus b'nin kvadratı 1 çıxaq 0/64. a minus b'nin kvadratı oldu 0/36. a minus b oldu plus minus 0/16. Bizdən də modulu soruşduğuna görə cavab oldu 0/16. Modulda müsbət çıxır axı. Sonra baxaq 84-cü suala. A. 84-cü sualda i'nin üstü 15n plus 6, məxrəcdə i'nin üstü 3n çıxaq 2. Böləndə qüvvətlər çıxılır. Deməli oldu nə? i'nin üstü 15n'dən 3n çıxanda qaldı 12n. 6'dan da 2 çıxanda oldu 8. Yəni işarə dəyişdi də çıxardı. Bax buradan yazıram 15n plus 6'dan çıxıram 3n minus 2'ni. O da oldu 15n plus 6 minus 3n plus 2. Ona görə 12n plus 8 oldu. Aha. Biz də deyirik ki n natural ədəddir. 8. Aha. N natural ədəd olarsa ifadəsini sadələşdirin. Baxın uşaqlar, biz deyirdik ki qüvvət 4'dən böyük olarsa
4'e bölüp qalan qalığı götürürük. Siz baxırsınız 12n plus 8 elə 4'e tam bölünür. Burada qalıq qalmır. N'in istənilən bir qiymət qoysaq 4'e tam bölünəcək. Ona görə olur i üstü 0. Cavab oldu 1. 85-ci suala baxaq. N parametrin hansı ən kiçik tam qiymətində tənliyinin kompleks kökü olar? Biz bilirik ki, kvadrat tənliyin diskriminantı 0'dan kiçik olanda bunun kompleks kökü var. Həqiqi kökü yoxdur, amma kompleks kökü var. Onda x kvadrat üstə gələk 5x plus m bərabərdir 0 olur. Diskriminant bərabərdir 25 çıxaq 4 vur m. Kiçikdir 0 olmalıdır. İndi m'in hansı ən kiçik qiymətində? Baxın, burada mənfi ədədin yaranması üçün biz yazırıq 4m mənfi 4m kiçikdir mənfi 25. M böyükdür 25 böl 4. O da olur m böyükdür 25'i 4'e böləndə 6 tam 4'te 1. 6 tam 4'te 1'dən, yəni 6'dan böyük bütün ədədləri qoyanda bunun diskriminantı mənfi olur, yəni kompleks kök olur. Amma bizdən soruşur ki, m'in hansı ən kiçik qiymətində? Deməli, 6 tam 4'te 1'dən böyük olan ən kiçik ədəd 7 olar. Baxın, yoxlasaq görərik ki, olaraq 25 çıxaq 4 vur 7, 25 çıxaq 28 mənfi 3. Görürsünüz, diskriminant mənfi oldu. Bunun həqiqi kökü yoxdur, bunun kompleks kökü var. Ümumiyyətlə uşaqlar yadımızda saxlayırıq. Kompleks kökü varsa, köklərindən biri a plus b idisə, digəri hökmən bunun qoşması olur. A minus b. 86-cı suala baxaq. Deməli, Z1 ifadəsini verib, Z2-ni də verib, kompleks ədədlər üçün RZ1 imZ2-yə bərabərdir, RZ2 isə imZ1-ə bərabərdir. Birinci yazaq. RZ1. RZ1 A plus B'dir. imZ1 də 5'dir. Sonra ikincidə RZ1 2A çıxaq B'dir. imZ daha doğrusu 2. imZ2 də 7'dir. Birincinin Z1'i ikincinin Z2'sine bərabərdir. A üstə gəl B 7'ye bərabərdir. İkincinin Z2'si birincinin imZ1'ine bərabərdir. Ona görə 2A çıxaq B də 5'e bərabərdir. B'lər islah oldu. 3A bərabərdir 12. A da bərabərdir 4. A 4 isə 4 üstə gəl B 7'dir. B'nin qiyməti oldu 3. İndi bizə deyir A'nın B'ye hasilini tapın. 4'ü vurduq 3'e oldu 12. 86'da cevap oldu 12. 87'ci suala baxaq. Köklərindən biri x1 bərabərdir 2 çıxaq i olan çevrilmiş kvadrat tənliyin sərbəst həddini tapın. Deməli, köklərindən biri 2 çıxaq idisə, deməli, ikinci kök 2 plus i olur. İndi biz yazırıq x1 üstə gəl x2 bərabərdir 2 minus i, 2 plus i. Burada oldu 4. x1'in x2'ye hasili oldu 2 minus i, 2 plus i. O da oldu 4 çıxaq i kvadratı 5. İndi yazıq x kvadratı kökləri cəmək işarə ilə gəlir. Kökləri hasil olduğu kimi gəlir. Bizdən də sərbəst həddi soruşur. Sərbəst hədd elə bunların köklərinin hasilidir. 88-ci suala baxaq. Deməli, bərabərdirsə kompleks ədədlər. Həqiqi hissələr bir-birinə bərabərdir. Yəni 2x 4'ə bərabərdir, x 2 olur. Xəyali hissələr, yəni i'nin yanında duran hissələr bir-birinə bərabərdir. 3y bərabərdir, 5x çıxaq 2y. Oradan da x'in yerinə 2 yazsaq olur. 3y üstə gələk 2y bərabərdir 10. 5y bərabərdir 10. Y oldu 2. X 2y 2. İndi bizə deyir x y'ə vurun. 2'ni də 2'yə vurduq. Doğru cavabı oldu 4. Sonra baxaq 89-cu suala. 89-cu sualda yenə 2y 8'ə bərabərdir. Y oldu 4. 5x 3x üstə gələk y-ə bərabərdir. Daha doğrusu 3x. 3x plus y-ə bərabərdir. O da oldu 2x bərabərdir 4. X də bərabərdir 2. X ilə y-in cəmini soruşur. 4'ün üstünə 2 gəldi. Cavab oldu 6. 90-cı suala baxaq. 90-cı sualda z bərabərdir 2 çıxaq 3i olarsa 1 çıx z, yəni 2 plus 3i çıxanda işarə dəyişir. 1 üstə gəl z kvadratı 2 çıxaq 3i'nin kvadratı bölək 4 ifadəsini sadələşdirin. Bu da oldu mənfi 1 üstə gəl 3i
Vuraq 4-də 1 plus 4 çıxaq 12i üstə gələk 9i kvadratı. Bu da oldu 4-də -1 üstə gəl 3i. İkinci tərəfi sadələşdirəndə 9i kvadratı -9 olur. -9'un üstə 5 gələndə -4 minus 12i. O da bərabərdir. Birinci ifadəni yazıram. 3i minus 1. İkincidən -4'ü ortaq vuruq çıxardına qalır 1 plus 3i. Məxrəcdə qaldı 4. 4'lər getdi. Kəsirin qabağında qaldı mənfi. 3i minus 1. 3i plus 1. Bu da kvadratlar fərqi verdi. Bunu yaza bilərik nə? 9i kvadratı çıxaq 1'in kvadratı. Bu da i kvadratı -1'dir. -9 çıxaq 1 -10. Xaricdəki -10'u müsbət edir. Doğru cavab oldu 10. 91-ci suala baxaq. Z bərabərdir -3 üstə gəl 4i olarsa, -1 çıxaq 3 minus 4i. Bir də qoyaq. Vuraq. 5 çıxaq z-in kvadratı -3 üstə gəl 4i-nin kvadratı. Məxrəcə də oldu 6. Bu da oldu deməli 2 minus 3'dən 1 çıxdım 2. 2 minus 4i. Bu məxrəci 1'dir. Bu da oldu 6'da. 5 çıxaq bunu atsaq a minus 1'in kvadratına görə olur. 9 çıxaq 24i plus 16i kvadratı. O da bərabərdə oldu 6'da. 2 çıxaq 4i. Bu da qaldı mötərizədə. Deməli nə oldu? 5 çıxaq ikinci ifadəni yazıram 9. Mənfi d işarə əksinə dəyişəcək. Üstə gələk 24i. Baxın 16i kvadratı çıxaq 16'dır. Qarşıdakı -10 işarəsini dəyişir olur 16. O da oldu 6'da 2 çıxaq 4i. Vuraq. Deməli inəcəm. Baxaq 24i 9'dan 5 çıxdıq qaldı 4. 16'dan 4 çıxanda 12 plus 12 bərabərdir. İndi birinciden 12'ni buradan 2'ni ortaq vuruq çıxarsam qalır 1 çıxaq 2. Vuraq. Buradan 12'ni ortaq vuruq çıxarsaq qalır 1 üstə gəl 2. Məxrəcə də oldu 6. 12'ni 2'yə vurdum 24. 24'ü 6'ya böldüm. Qaldı 4. Bu da 1 üstə gələr 1 çıxaq. O a kvadrat çıxaq b kvadrat üstür verir. 1'in kvadratı çıxaq 4'inin kvadratı. O da 4 vur 5 oldu. Doğru cavab 20. Bizdə də deməli nə idi? 91'də cavab oldu 20. 92-ci suala baxaq. 6 çıxaq x-i, y üstə gələk 2 bərabərdir x üstə 14 bərabərliyindən x çıxaq y fərqini tapın. Deməli yazırıq biz bunu 6 çıxaq x-i, y üstə gələk 2 bərabərdir. Y üstü 14. 14'ü baxın bu kənarda yazdım. İ'nin üstü 14. 4'e bölürəm olur. İ'nin kvadratı da oldu -1. Deməli i üstü 14'ün yerinə yazdım -1. Bunu da çarpaz vursaq 6 çıxaq x-i bərabərdir -y çıxaq 2. Biz indi bu əgər x çıxaq y fərqini soruşur. Baxın uşaqlar bu iki komplekslər bir-birinə bərabərsə, həqiqi hissələr bir-birinə bərabərdir. Xəyali hissələr də bir-birinə bərabərdir. Yəni -y 6'ya bərabərdir. Y oldu -6. Mənfi x -2'yə bərabərdir. X oldu müsbət 2. İndi x çıxaq y soruşur. 2 çıxaq -6. Cavab oldu 8. 92'də. 93-cü suala baxaq. Z kvadratı plus 4. Yazıram bunu z kvadrat çıxaq 4i kvadrat. Məxrəcə də oldu z çıxaq 2 plus digərini yazıram. Z kvadrat çıxaq 16i kvadrat. Məxrəcdə oldu z çıxaq 4i. O da bərabərdir 24 üstə gələk 16i. Sürəti 1 çıxaq 1 üstə gələk yazsam çıxaqları gedər qalar z plus 2i. Buna uyğun sual yazmışdıq əvvəlki testlərdə. Yenə 1 çıxaq 1 üstə gələk yazsaq çıxaq gedər qalar z plus 4i. Bərabərdir 24 plus 16i. 2z bərabərdir. Deməli 24 üstə gəl 16i çıxaq 6i. Bu da 2z də oldu. 24 plus 10i. 2'ye də bölsəm z qalır 12 plus 5i.
93'te bizə deyir komplekslərin həqiqi hissəsini soruşur. Rezet oldu 12. İmzeti soruşsaydı cavab olardı 5. 94-cü suala baxaq. Oxşar sualdır. Yenə yazıram z kvadratı çıxaq 9i kvadratı. Bu da z çıxaq 3i. Bərabərdir 3 üstəgəl 5i. Sürəti 1 çıxa 1 üstəgələ yazsaq olur z çıx 3i. Z üstəgəl 3i. Məxrəcdə də z minus 3i. Bərabərdir 3 plus 5i. Z minus 3i'lər getdi. Z plus 3i bərabərdir 3 plus 5i. Z də bərabərdir 3 plus 5i minus 3i. Z də bərabərdir 3 plus 2i. İndi bizə nə deyir? 94'də imzeti tapın. İmzet oldu 2. 95-ci suala baxaq. Yenə sürəti 1 çıxa 1 üstəgələ yazıram. Z kvadratı 16 üstəgələ 16 yazıram. Z kvadrat çıxaq 16i kvadratı. Ona görə olur nə? Elə birbaşa yazın burada. Sürətdə yazıram z çıx 4i. Z plus 4i. Məxrəcdə oldu z minus 4i. Üstə gələk. Bu z kvadratı plus 9'da. Biz dedik ki i kvadratı mənfi 1 olduğuna görə biz bunu z kvadrat çıxaq 9i kvadratı yaza bilirik də. Çünki i kvadratı mənfi 1 verirdi. Ona görə sürəti yazdım. Z çıx 3i. Z plus 3i. Məxrəcdə də z plus 3i. Bərabərdir 12 plus 7i. Z plus 3'lər getdi. Z minus 4'lər getdi. Qaldı z plus 4i. Z minus 3i. 12 üstəgəl 7i. 2z bərabərdir 12 üstəgəl 7i minus i. 2z bərabərdir 12 üstəgəl 6i. Z də bərabərdir 6 plus 3i. Bizdən imzeti soruşur. İmzet oldu 3. 96-cı suala baxaq. Deməli 3x üstəgəl 2y i bərabərdir 6 üstəgəl x plus y i bərabərindən x üstəgəl y cəmini tapın. Deməli bunlar iki kompleksə bir-birinə bərabərsə həqiqiləri bir-birinə bərabərdir. Xəyali hissələr də bir-birinə bərabərdir. x2 olsa 2y bərabərdir 2 üstəgəl y. Y bərabərdir 2. İndi bizə deyir x ilə y-in cəmini soruşur. 2 üstəgəl 2 cavab oldu 4 96'da. 97-ci suala baxaq. Deməli kompleks ədlər bir-birinə bərabərsə yenə a üstəgəl b 7'yə bərabərdir. Mənfi 3 də a vur b-yə bərabərdir. İndi biz a kvadrat üstəgəl b kvadratını açırıq. Bu olur a üstəgəl b-nin kvadratı çıxaq 2ab. Yəni 7'nin kvadratı çıxaq 2 vur mənfi 3. O da oldu 49 üstəgəl 6 55 97. 98-ci suala baxaq. Yenə kompleks ədədlər bir-birinə bərabərsə a vur b hasili 5'ə, b vur c hasili 13'ə bərabərdir. Neçə vuranda 5 olur? 1'i 5'ə vuranda. Başqa ifadə yoxdur, başqa ədəd yoxdur. A, b isə natural ədədlərdir. B-ni c-yə vuranda 13 olursa, 1'i 13'ə vuranda 13 olur. Hər ikisində b hərfi var deyə b-nin qiyməti 1'dir. A-nın qiyməti 5, c-nin qiyməti isə 13 olur. Bizdən də bunların hasilini soruşur. 1 vur 5 vur 13 oldu 65 98'də. 99-cu suala baxaq. Deməli z bərabərdir a plus b-i. Kompleks ədəd üçün ab bərabərdir 5. Yazırıq. A vur b bərabərdir 5 olarsa, z vur z-in qoşması bərabərdir 26 olarsa, a üstəgəl b cəminin müsbət qiymətini tapın. Z-in yerinə yazıram a plus b-yi, qoşmasının yerinə yazıram a minus b-yi bərabərdir 26. Bu da a-nın kvadratı, b-nin kvadratı, i-nin kvadratı 26. Oldu a-nın kvadratı üstəgəl b-nin kvadratı 26. Bunu da açırıq a üstəgəl b-nin kvadratı çıxaq 2ab 26. Bu da oldu a üstəgəl b-nin kvadratı çıxaq 2ab. 2'ni vurdum 5'ə oldu 26. A üstəgəl b-nin kvadratı oldu 36. Nəyin kvadratı 36'dır? 6'nın. Bizdən dilə
Nə A üstəgəl B cəminin müsbət mənfi müsbət qiymətini soruşur. Əslində A üstəgəl B-nin kvadratı plus minus 6-dır. Müsbət dediyinə görə biz 6-nı götürdük. 99-da cavab oldu 6. 100-cü suala baxaq. A-nın hansı natural qiymətində bu kompleks ədədi ilə qoşmasının hasili 90 olar? Kompleks ədəd A minus 4, yəni həqiqi hissə plus A plus 2i. Qoşması A minus 4 çıxaq A plus 2i. Bunların hasil deyəndə deməli 1 üstəgələyi 1 çıxağı bizə kvadratlar fərq verir ki, kompleksləri bir-birinə vursaq, z vuraq, z-in qoşması 90-dırsa, bu zaman yaza bilərik. A minus 4, 4-ün kvadratı çıxaq A plus 2-nin kvadratı vuraq i-nin kvadratı. Baxın, elə bir belə də A plus b-i, A plus b-i, A minus b-i. Bu necə bizə A kvadratı çıx B kvadratı i kvadratı verirsə, mötərizəni artıq yazmıram. Bax, A plus B, A minus B, A kvadratı minus B kvadratı verir. Burada da prost A-nın yerində A çıx 4'tür. B-nin yerində A üstəgəl 2'dir. Digərində də A-nın yerində A çıx 4'tür. B-nin yerində A üstəgəl 2'dir. Biz də bunu müxtəsər vurmaya görə sadələşdirsək, nə alırıq? Bərabərdir 90. Olur A-nın kvadratı çıxaq 8A üstəgəl 16, i kvadratı mənfi 1-də üstəgələk olur. A-nın kvadratı 4A üstəgəl 4 bərabərdir 90. O da oldu 2A-nın kvadratı çıxaq 4A üstəgəl 20 bərabərdir 90. 2A-nın kvadratı çıxaq 4A üstəgəl çıxaq 70. Çıxaq 70 bərabər 0. A-nın kvadratı çıxaq A çıxaq 35 bərabərdir 0-a. Toplayanda kökləri cəmi oldu 2. Kökləri hasili oldu mənfi 35. O da mənfi 7 və 5. Yox, müsbət 7 və mənfi 5. Kökləri cəmi müsbət olmalıdır. Bizə deyir A-nın hansı natural qiymətində? Deməli A-nın qiyməti oldu 7. 101-ci suala baxaq. Ax kvadratı plus bx plus c bərabərdir 0 şəklində verilmiş kvadrat tənliyin köklərindən biri 4 minus idi. Baxın, bunun köklərindən biri 4 minus idisə, mən deyərəm ikinci kökü 4 plus idi. Niyə? Çünki kvadrat tənliyin köklərindən biz necə tapırıq? Diskriminant tapırıq, sonra x1, x2 tapırıq, düzdür? Əgər kvadrat tənliyin köklərindən biri kompleks ədəddirsə, deməli bunun həqiqi kökü yoxdur, kompleks kökü var. Kvadrat tənlidə nə zaman kompleks kök olur? Diskriminant sıfırdan kiçik olanda. Onda olur nə? X1 bərabərdir mənfi b üstəgəl kök altına diskriminant bölə 2a. X2 bərabərdir mənfi b çıxıq kök altına diskriminant bölə 2a. Burada diskriminant kompleks ədəddir. Onda köklərin biri müsbət olursa, digəri mənfisi olur. Mən gəlin bunu əvvəlcə a-ya bölüm. Olur nə? X kvadrat üstəgəl b böl a x plus c böl a. İndi bunu çevrilmiş etdik. Köklərindən biri 4 minus idisə, ikinci kök 4 plus i olur. İndi bizə deyir ki, kökləri cəmi nədir bunun? Gəlin tapaq. Kökləri cəmi mənfi b böl a-dır. Bunlar da x1-in x2-ni toplasaq, ilər gedir 8 qalır. 8 bərabərdir mənfi b böl a, b bərabər b böl a bərabərdir mənfi 8. Sonra bunun kökləri hasilini tapacağım. X1'i x2'ye vuranda olur c böl a. 4 çıx i-ni 4 üstəgələk i-yə vuranda oldu c böl a. O da oldu 16 çıxaq i kvadratı c böl a. C böl a oldu 17. İndi bizə nə deyir? C çıx b, c çıx b-nin a-ya nisbətini tapın. Ona görə yazıram c böl a çıxaq b böl a. Yəni 17 çıxaq mənfi 8. Doğru cevap oldu 25. 101'de cevap 25. İndi baxaq 102-ci suala. 102'də nədir? Yine bize köklerinden birini verib 102. 102. Tənliyin köklerinden birini verib a plus b-i. Həqiqi əmsallıdsa ikinci kök tez bunun qoşması olur. A minus b-i. Həqiqi əmsalı deyəndə digəri onun qoşması olur.
İndi baxın. Deyir ki, indi x kvadrat üstə gəl mx plus n bərabərdir 0 tənliyi üçün uyğunluğu müəyyən edin. Baxın, birinci baxa, x1 2 plus 3 idisə, x2 2 minus 3 idi. Onda bunun kökləri cəmi toplasaq olur 4. Kökləri hasili müxtəsər vurma düsturu verir. 4 çıxaq 9i kvadratı. Bir üstə gələyə 1 çıxaq. O da oldu 13. Biz də deyirik kökləri cəmi əks işarə ilə gəlir. Kökləri hasili öz işarəsi ilə gəlir. Deməli, burada birinci oldu y. Bir də m'in qiyməti. M də bu x'in qiymətidir. M'in qiyməti oldu 4. Həm də B variantı uyğundur 102-də. 1-ə deməli B yox. Burada 4 mənfi 4'dür. Birinciyə AB yox. YB yox. Birinciyə mənfi 4 olduğuna görə burada olur nə? AY. İndi ikinciyə baxaq. X1 bərabərdir mənfi 3 çıxaq 2. X2 bunun əks işarəsi olur. Mənfi 3 üstə gəl 2. İndi kökləri cəmi x1 üstə gəl x2-ni tapmaq üçün bunları toplasaq 2 ilə gedir olur mənfi 6. Kökləri hasilini tapanda 1 üstə gələ 1 çıxaq kvadratlar fərq verir. 4, 9 çıxaq 4 kvadrat. O da olur 13. İndi yazıq x kvadratı kökləri cəmi əks işarə ilə gəldi. Üstə gəl 6x, üstə gəl 13 bərabərdir 0-a. İndi baxaq, bunun hansı uyğundur? C variantı. İkinci. 3'ə baxaq. 3'də yenə x1 bərabərdir mənfi 2 plus 3i. x2 bərabərdir. Onda olur mənfi 2 minus 3i. Qoşma dedə inin əmsal dəyişir. Kökləri cəmi x1 üstə gəlir x2-ni tapsaq 3 iləri gedir olur mənfi 4. x1 vur x2 1 üstə gəlir 1 çıxaq kvadratlar fərqi verir. Mənfi 2'nin kvadratı çıxaq 3i'nin kvadratı. O da oldu 4 çıxaq 9i kvadratı 13. Oldu x kvadratı kökləri cəmi əks işarə ilə gəlir. Plus 4x plus 13 bərabərdir 0-a. Deməli, üçüncüyə D uyğundur və burada baxırsınız, m'in qiyməti 4'dür. B. Deməli, 1'ə Y A, 2'ə S, 3'ə D B. 103'ə baxaq. Deməli, yenə həqiqi əmsallı dediyinə görə x1 bərabərdir 3 plus 5i, x2 bərabərdir 3 minus 5i olur. Bir dəfə kökləri cəmi tapırıq. Bunları toplayanda 5 iləri gedir olur 6. Bir dəfə də kökləri hasilini tapıram. O da olur 9 çıxaq 25i kvadratı oldu 34. 1'ə oldu B, bir də oldu C uyğun. İkinciyə baxaq. Yenə x1 2 plus 4 idisə, x2 2 minus 4 idi. Kökləri cəmi x1-in x2'nin cəmi oldu 4. Kökləri hasili x1 vur x2 oldu neçə? Deməli 4 çıxaq 16i kvadratı. O da oldu 20. Kökləri cəmi 4, kökləri hasili 20. Ona görə ikinci oldu A, D. Üçüncüyə baxaq. x1 bərabər 4 minus 3i. x2 bərabərdir 4 plus 3i olur. Onda kökləri cəmi oldu. Bunların cəmi 8. Kökləri hasil oldu. 16 çıxaq 9i kvadratı, yəni 25. Kökləri cəmi 8 yoxdur. 25 Y variantı uyğundur. Deməli, 1'ə B isə 2'ə A, D, 3'ə Y. Keçək növbəti suala. 104-cü sual. Hesablayın. Birinci mötərizələrin içərisində ortaq məxrəc eləcəm. 220-ni ələ saxlayaq. Oldu i. Sürətdə oldu i minus 1. Yəni, baxın, bu məxrəcinə 1 yazdım, ortaq məxrəc elədim. Bu da onun kimi. Yenə məxrəcdə i, sürətdə oldu i plus 1. Məxrəclər eyni ixtisar getdi. i minus 1'i i plus 1'ə bölürəm. Birinci bunun qoşmasına vuraq. Qoşmasına vuranda olur nə? 1 plus i, 1 minus i. Sürətdə də qaldı i minus 1, i minus 1. Məxrəcin qoşmasına vurduq. Məxrəc oldu 1'in kvadratı çıxaq i'nin kvadratı. Sürət də vurub açanda oldu i çıxaq i kvadratı çıxaq 1 üstə gələ i. Məxrəcdə qaldı 2. Deməli, i ilə i oldu 2i, çıxaq, i kvadratı mənfi 1'dir. Bu da çıxaq 1. Birlər getdi, qaldı 2i böl 2. Oldu i. Amma bizdə
kimi 220 vermiş daxı burada. Ona göre yazıram i'nin üstü 220. Bunu da yaza bilərəm. 220'ni 4'e böləndə qalıq 0 qalır. i üstü 0 cavab oldu 1. 105-ci suala baxaq. Bu da oxşar sualdır. Birinci ortaq məxrəc edirəm i'ni. Sürətdə qaldı i minus 1. Məxrəcdə i'ni götürdüm, qaldı i plus 1. Məxrəclər getdi. Sürətdə qaldı i minus 1, i plus 1. İndi məxrəcin qoşmasına vururam. i plus 1'i vururam i minus 1'e. i minus 1'i də vururam i minus 1'e. Məxrəcdə qaldı i'nin kvadratı çıxaq 1'in kvadratı. Sürət oldu i minus 1'in kvadratı. Məxrəcdə oldu mənfi 1 çıxaq 1. Sürəti müxtəsərə görə açsaq 2i plus 1. O da oldu mənfi 2'də i kvadratı mənfi 1 verir. Birlər islah olur. Mənfi 2i. 2'lər də getdi i qaldı. Oldu i'nin üstü 221. Onu da 4'e böləndə qalıq qaldı 1. Cavab oldu i. 106. Z bərabərdir a'nın kvadratı çıxaq ai çıxaq b'nin kvadratı plus bi. Kompleks ədədinin həqiqi hissəsi, yəni a kvadrat çıxaq b kvadratı 8'ə, xəyali hissəsi, yəni mənfi a üstə gəl b 2 olarsa a'nı tapın. Biz birincini 1 çıxaq b üstə gələ yazsaq, a çıx b, a üstə gəl b olur 8. İkinci hissəndə yazsaq, b çıx a bərabərdir 2. İndi a çıx b-nin yerinə mənfi 2 yazıram da yeri dəyişikdir. Mənfi 2 vur a plus b əvəz etsəm, oldu 8, a plus b oldu mənfi 4. İndi yenidən sistem təni yazıram. A plus b mənfi 4'dür. A plus b mənfi 4'dür. B minus a 2. Buradan a'lar getdi. 2b mənfi 2. B oldu mənfi 1. B'nin yerine mənfi 1 yazanda a çıx 1 bərabərdir mənfi 4. A da oldu mənfi 3. Bizi deyir a'nı tapın. A'nın qiyməti oldu mənfi 3. Doğru cavab. 107-ci suala baxaq. Deməli z bərabərdir a kvadrat çıxaq b kvadrat. Həqiqi hissələr 1 yazıram. A'yı üstə gəl b'yi. Kompleks ədədin həqiqi hissəsi 8'ə bərabərdir. Yenə yazırıq a kvadrat çıxaq b kvadratı 8. Xəyali hissəsi mənfi a plus b. İlərin əmsallarını götürəm oldu 2. İndi bunu 1 çıxaq 1 üstə gələ yazsaq a minus b a plus b oldu 8. Bunu da lap mənfiyə vuraq. A minus b oldu mənfi 2. Əvəz etmə ilə yerinə yazsaq olur mənfi 2 a plus b 8'ə bərabərdir. A minus b mənfi 2'dir. Buradan alınır a plus b mənfi 4. A minus b mənfi 2. B'lər islah oldu. 2a mənfi 6. A oldu mənfi 3. İndi mənfi 3 də gəl b mənfi 4 ise b oldu mənfi 1. A mənfi 3, b mənfi 1. Bizə deyir b'ni tapın. B oldu mənfi 1. 108-ci suala baxaq. Deməli z bərabərdir 2'nin üstü a üstə gələ 2'nin üstü a çıx 3 vur i. Kompleks ədədi üçün rezetin imzeta hasili 4'də 1'dir. Rezet bizdə rezet bizdə 2 üstü a'dır. İmzet bizdə 2'nin üstü a çıx 3'dür. Şimdi bunların hasili 4'də 1'dir. 2'nin üstü a'nı 2'nin üstü a çıxaq 3'ə vuranda 4'də 1 olur. Yəni 2'nin üstü mənfi 2 olur. O da olur 2'nin üstü a plus a çıxaq 3 oldu. 2'nin üstü mənfi 2. 2'lər getdi. 2a çıxaq 3 mənfi 2. 2a 1'ə bərabərdir. A da 2'də 1'ə bərabər olur. 108'də deməli a'nı tapın. A oldu 2'də 1. 109-cu suala baxaq. Yine rezetin imzeti hasili 9'da 1'dir. Burada rezet 3 üstü a'dır. İmzet 3'ün üstü a plus 2. Olarsa rezetin imzeti hasili 9'da 1'dir. Yani 3'ün üstü a'nı 3'ün üstü a plus 2'ye vuranda 9'da 1 olur. O da olur 3'ün üstünde 2a plus 2. 9'da 3'ün üstü mənfi 2. 3'lər getdi.
2a plus 2 mənfi 2. 2a mənfi 4. A da oldu mənfi 2. 110-cu suala baxaq. Həqiqi hissəsi rezet, xəyali hissəsinə imzalı imzet və qoşması z üstü xətt olarsa z kompleks ədədi üçün cədvəli tamamlayın. Baxın, elə cədvəlin üzərində yazacağım. Rezet 3'dür. Həqiqi hissə imzet mənfi 4'dür. Qoşması bilirik ki 3 plus 4 idi. Burada da baxırıq. Rezet mənfi 0.8'dirsə imzet müsbətdir. 0.6 i olur. Qoşması mənfi 0.8 çıxaq 0.6 i olur. Yenə rezet 3 olur. Qoşma 3 plus i bunun qoşmasıdsa deməli özü 3 minus i imiş. Onda rezet 3, imzet mənfi 1'dir. 10 sualı yazdıq. Keçək 11-ci suala. 111'ə. 111'də nə deyir? 111'də deyir x və y ədədlərin qoşma kompleks ədədlərdir. Biz bilirik ki, qoşma kompleks ədədlərin həqiqi hissələri eyni olur, xəyali hissələr fərqli olur. Sadəcə yox, burada i-nin kubu var. Birinci biz onu sadələşdirməliyik. Buradan yazacağım. 2x çıxaq 5. i kubu mənfi idi. Ona görə orta çıxaq olur. Çıxaq 2 y vuraq i. Oldu. 111-ci suala baxaq. Əgər bunlar qoşma kompleks ədədlərdirsə, həqiqi hissələr bir-birinə bərabərdir. Yəni 3 üstə gələk y çıxaq x bərabərdir 2x çıxaq 5'ə. Amma xəyali hissələr əks işarədir. Yəni mənfi x plus 2 bərabərdir müsbət 2y-ə. Bunu da sadələşdirsək, y çıxaq x çıxaq 2x bərabərdir mənfi 5 çıxaq 3. Aşağını sadələşdirsək olur. Mənfi x çıxaq 2 bərabərdir 2y. Bu da oldu y çıxaq 3x mənfi 8. Mənfi 2y çıxaq x bərabərdir müsbət 2. Yəni yuxarını 2'yə vuraq. Olur nə? 2y çıxaq 6x mənfi 16. Mənfi 2y çıxaq x 2. 2y'lər getdi. Mənfi 7x mənfi 14. X oldu 2. X 2 isə x 2 ilə əvəz edib y tapsaq alınır. Y çıxaq 6 mənfi 8. Burada əvəz edirəm. Y oldu mənfi 2. X müsbət 2, y mənfi 2. Bizdən də elə bunların qiymətini soruşur. Baxaq növbəti sual 112-ci sual. Burada nə deyir? 112'də deyir ki həqiqi əmsallı x kvadrat üstə gəl px plus q bərabərdir 0 tənliyinin köklərindən biri x1 bərabərdir 2 çıx 3i. Həqiqi əmsallıdsa ikinci kök 2 plus 3i olur. P ilə q-nün cəmini tap. Biz bilirik ki kökləri cəmi x1 üstə gəl x2 mənfi p'dir. Yəni 2 çıxaq 3i 2 üstə gəl 3i mənfi p verir. Bunlar da getdi. 4 bərabərdir mənfi p. P də oldu mənfi 4. İndi bizə bir də bunların kökləri hasil lazımdır. x1 vur x2 q-dür. Onda yazıram 2 çıxaq 3i 2 üstə gəl 3i bərabərdir q. O da 4 çıxaq 9i kvadratı q-dür. 4 üstə gəl 9 q-yə bərabərdirsə q oldu 13. P ilə q-nün cəmini soruşur bizdən. O da oldu mənfi 4 üstə gəl 13. Doğru cavab oldu 9. 113'ə baxaq. Həqiqi əmsalı x kvadrat üstə gəl px plus q bərabərdir 0 tənliyinin yenə köklərindən biri x1 bərabərdir 3 üstə gəl 2. x2 bərabərdir 3 çıxaq 2 olarsa, yəni kökləri cəmi, bunların cəmi, yəni 3 üstə gəl 2i 3 çıxaq 2i bizə verir mənfi p. 2 ilər getdi. P oldu mənfi 6. Bir də bunların hasili 3 üstə gəl 2i 3 çıxaq 2i q-yə bərabərdir. O da oldu 9 çıxaq 4i kvadratı q-dür. 9 üstə gəl 4 q-dürsə q oldu 13. İndi bizə deyir ki bunların cəmini tapın. Mənfi 6 üstə gəl 13. Doğru cavab oldu 7. 113'də cavab oldu 7. Sonuncu sualdı 113. sual. Sağ olun, salamat qalın.